Xoş gördük. ATV İqtisadiyyat efirdədir. Studiyada Namiq Əliyevdir. Bu ilin birinci rübündə Azərbaycanda orta illik inflyasiya 5,7% təşkil edib. Strateji valyuta ehtiyatlarımız 85 milyard 151 milyon dolları ötüb. Restrukturizasiya olunmuş kreditlərin ümumi məbləği təxminən 14% azalıb. Ətraflı iqtisadi xülasədə gəlin izləyək. Bu ilin birinci rübündə Azərbaycanda orta illik inflyasiya 5,7% təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bu ilin 1 aprel tarixinə Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard 151,1 milyon dollar olub. Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən bu göstərici 2025-ci ilin eyni dövrünə nisbətən 15,9% çoxdur. 2025-ci ildə Azərbaycanda restrukturizasiya olunmuş kreditlərin ümumi məbləği təxminən 14% və yaxud 154 milyon manat azalaraq 950 milyon manata düşüb. Mərkəzi Bankdan bildirilib ki, azalma əsasən biznes portfeli üzrə olub. Azərbaycanın bank sektorunda ötən il 223 milyon manat qeyri-işlək kreditin silinməsi baş verib. Silinmələrin 69,9% istehlak portfeli, 37,8% isə biznes portfeli hesabına baş verib. Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı ötüb. Bu barədə Mərkəzi Bankın illik maliyyə sabitliyi hesabatında bildirilib. Qeyd olunub ki, mənzil bazarı ilə bağlı mövcud açıq mənbələrdən əldə edilən məlumata əsasən dekabr ayının sonunda ölkə üzrə təklif edilən median aylıq kirayə haqqı 1002 manat təşkil edib. Bu da daşınmaz əmlakın kapitalizasiya müddətinin 20 il 9 ay olmasını şərtləndirir. Azərbaycanda tədavüldə olan dövlət qiymətli kağızlarının ümumi dəyəri açıqlanıb. Məlum olub ki, bu ilin əvvəlinə tədavüldə olan qiymətli kağızların ümumi dəyəri 4% azalaraq 9 milyard manat təşkil edib. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda muzla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,3% artaraq 1099 manat təşkil edib. Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən iqtisadiyyatın mədən çıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və ambar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub. Bu il martın 1-nə ölkədə muzla çalışan işçilərin sayı 1 milyon 784 min nəfər olub ki, onlardan 870,6 min nəfəri dövlət sektorunda, 913,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Davam edirik. Kart ödənişlərində komissiyalara limit qoyulub. Yeni qərara əsasən ölkə daxilində ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə interchange-in yuxarı həddi təsdiqlənib. Qərara əsasən yalnız seçilmiş MMC kodları üzrə bu limitlər tətbiq edilir. Digər kateqoriyalar üzrə isə yuxarı hədd müəyyən olunmur. Qərar iyunun 1-dən qüvvəyə minəcək. Aktivlər və ərzaq mağazaları üzrə ödənişlərdə interchange-in yuxarı həddi 1,25%, yanacaq doldurma məntəqələri üzrə 0,75%, ümumi kateqoriyaya məxsus digər ödənişlər üzrə isə müvafiq hədd 1,5% müəyyən edilmişdir. Ödəniş kartları ilə nağdsız ödənişləri qəbul edən təsərrüfat subyektlərinin Ekvayer bankları ödədiyi xərclərin əsas hissəsini interchange təşkil edir. Nəticə etibarilə interchange tariflərinin yuxarı həddinin aşağı salınması təsərrüfat subyektlərinin nağdsız ödənişlərin daha aşağı xərclərlə qəbul edilməsinə imkan yaradacaqdır. Azərbaycanda vergi ödəyicilərinin sayı artıb. Aprelin 1-nə olan məlumata görə ölkədə uçotda olan vergi ödəyicilərinin sayı 1 milyon 696 min 283-ə çatıb. Onların 86,8%-ni fiziki şəxslər, 13,2%-ni hüquqi şəxslər və digər təşkilatlar təşkil edib. Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,1% artıb. Bu artımın 4,9%-i fiziki şəxslərin, 6,2% isə hüquqi şəxslərin üzrə qeydə alınıb. Hesabat dövründə kommersiya qurumlarının sayı da artaraq 206,986-ya yüksəlib. Təkcə mart ayında 750 yeni müəssisə qeydiyyatdan keçib. Yeni yaradılan qurumların 91,3%-i yerli investisiyalıdır və onların 86,9%-nin qeydiyyatı elektron qaydada aparılıb.
Ümid Babək qaz kondensat yatağının ehtiyatlarının yeni mərhələdə qiymətləndirilməsinə dair sənəd imzalanıb. Sənədə əsasən neftun özü qalxan qazma qurğusunun Xəzər dənizinin Azərbaycan sektorundakı Ümid yatağında fəaliyyəti 2027-ci ilin sonunadək davam etdiriləcək. Xatırladaq ki, neftun özü qalxan üzrə qazma qurğusu Azərbaycana qazma işləri üçün 2025-ci ilin iyununda gətirilib. Bu, Xəzər regionunda ilk dəfə özü qalxan qurğu ilə həyata keçirilən sualtı qazma əməliyyatıdır. Hazırda qurğu yatağın tarixində ən dərin 7000 metrdən artıq dərinliyə malik sualtı qiymətləndirmə quyusunun qazılmasını davam etdirir. Ümid yatağının kəşfi isə 2010-cu ilə təsadüf edir. Yataq 2012-ci ildə istismara verilib. AzTV İqtisadiyyat efirdədir. Azərbaycanda bu il hasil olunan və ixrac edilən təbii qazın həcmi açıqlanıb. Əziz tamaşaçılar, Energetika Nazirliyinin məlumatına görə yanvar-mart aylarında ölkəmizdə 12,6 milyard kubmetr təbii qaz hasil edilib. Hasil edilən qazın 6,9 milyard kubmetri Şahdənizin, 3,5 milyard kubmetri Azərçıraq Günəşli blokunun, 0,4 milyard kubmetri Abşeron yatağının, 1,8 milyard kubmetri Sokarın payına düşüb. Bu il xaricə qaz ixracı 6,5 milyard kubmetr təşkil edib. Bu da 8,3% artım deməkdir. Bunun 3 milyard kubmetri Avropanın, 2,4 milyard kubmetri Türkiyənin, 0,8 milyard kubmetri Gürcüstanın, 0,3 milyard kubmetri isə Suriyanın payına düşüb. Davam edək. Neft hasilatı ilə bağlı məlumatlar da açıqlanıb. Yanvar-mart ayları üzrə operativ məlumatlara əsasən Azərbaycanda 6,6 milyon ton neft hasil edilib. Hasilatın 3,9 milyon tonu Azərçıraq Günəşli blokunun, 0,9 milyon tonu Şahdənizin, 0,1 milyon tonu Abşeron yatağının payına düşüb. Sokar üzrə kondensatla birlikdə hasilat 1,7 milyon ton təşkil edib. Dövr ərzində 5,2 milyon ton neft ixrac olunub. OPEC Plus-a daxil olmayan ölkələrdə neft hasilatı üzrə proqnoz göstəriciləri açıqlanıb, hörmətli tamaşaçılar. Qeyd olunub ki, bu il OPEC Plus razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərinin hasilatının 54,83 milyon barel olacağı ehtimal olunur və proqnoz dəyişməyib. Bununla yanaşı, OPEC gələn il üçün OPEC Plus razılaşmasına daxil olmayan ölkələrdə ortalama gündəlik maye karbohidrogenlərinin hasilatı üzrə proqnozunu da açıqlayıb. Proqnoza əsasən 2027-ci ildə qeyd olunan göstəricilərin 55,45 milyon barel səviyyəsində olacağı gözlənilir. 2027-ci illərdə ortalama gündəlik qlobal neft tələbatı isə 107,87 milyon barel olacaq. Bu isə 2026-cı ilin proqnoz göstəricilərindən 1,34 milyon barel çoxdur. Pakistanda İran ilə Amerika Birləşmiş Ştatları arasında aparılan danışıqlarda tərəflərin heç bir razılıq əldə etməyərək İslamabadı tərk etmələri dünyada enerji bazarında dərhal öz təsirini göstərib. Danışıqların nəticəsiz başa çatması barəsində xəbərlərin yayılmasından və Birləşmiş Ştatlar prezidenti Donald Trump'ın Hörmüz boğazını bloklamaqla bağlı çıxışından sonra neft qiymətləri bahalaşıb. Nəticədə Londonun ICE birjasında Brent markalı neftin bir barelinin qiyməti $6.54 artaraq 102 dollara çatıb. New York'un NYMEX birjasında Texas markalı neftin bir barelinin qiyməti isə $7.44 bahalaşaraq 104 dollara ötüb. Ötən həftənin sonu ilə müqayisədə neft qiymətləri 10%-ə yaxın artıb. Danimarkanın gəmiçilik üzrə fəaliyyət göstərən Maersk Line şirkəti fövqəladə yanacaq üçün əlavə ödəniş elan edib. İran mediasının xəbərinə görə yanacaq qiymətlərinin qəfil və kəskin bahalaşması zamanı verilən bu qərar Hörmüz boğazındakı vəziyyətlə əlaqəlidir. Bildirilir ki, bu dəniz ticarətindən asılı olan bütün iqtisadiyyatlar üçün ciddi xəbərdarlıqdır. Çünki idxalçı ölkələr üçün xammal və idxal xərclərinin artması deməkdir ki, bu da bütün dünyada istehlakçılar üçün qiymət artımına səbəb olacaq.
Elə bu məqamda qlobal bazarlarda Amerika Birləşmiş Ştatları dollarının əsas valyutalara qarşı dinamikası və Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnələrə gəlin nəzər salaq. Diqqət monitora. Bəli, monitorlardan da görürük ki, qarışıq dinamika hökm sürür. Avro-dollar cütlüyündə avro-dollar qarşısında dəyər itirib 20%, 1.17 səviyyəsində qərarlaşıb. Funt sterlikdə dollar qarşısında dəyər itirib 0,18% və 1.34 səviyyədə qərarlaşma görünür. Türk lirəsi əksinə möhkəmlənib 0,26%, 44.72. Rus rublunda da dəyər itirməsi var. Eyni zamanda Çin yuanında da biz görürük ki, Çin yuanı da dollar qarşısında zəifləyib 0,7%. Azərbaycan manatı sabit qalıb 1 manat 70 qəpik. 1 avro 1 manat 98 qəpik, 100 Rus rublu 2 manat 20 qəpik, Türk lirəsi demək olar ki, dəyişməyib. Çin yuanısında da biz geriləmə görürük 2 qəpik civarında ticarət günü yekunlaşıb. Qlobal fond bazarlarında son vəziyyət, dünya birjalarında əsas indekslər üzrə son göstəricilər də açıqlanıb. Texnologiya sektorundakı artım fonunda Nasdaq müsbət zonada qalsa da, digər aparıcı indekslərdə eniş müşahidə olunur. Diqqət monitora. S&P 500 Amerika fond birjasında ticarət olunan 500 Amerika şirkətinin dəyəri hesabına bu müəyyənləşir bu indeks və burada biz görürük ki, geriləmə var 0,11% və 6817 bəndində qərarlaşma. Dow Jones'da da 0,56% geriləmə var. Nasdaq 100 şirkəti öz çətiri altında birləşdirən indeksdir və biz burada görürük ki, artım var 0,35% və 22.903% bəndində qərarlaşma. Və Avropa indekslərinə nəzər salaq, Almaniyanın şirkətlərini 36 şirkət daxildir bu indeksə və biz burada görürük ki, geriləmə var 1,24% və DAX 23.559% bəndində qərarlaşıb. FTSE 100 Böyük Britaniya indeksidir və 100 Böyük Britaniya şirkətinin Britaniya fond birjasında ticarət olunan şirkətin səhmlərinin dəyəri hesabına formalaşan indeksdir və burada da 0,42% geriləmə 10.555 bəndində qərarlaşma görürük. Nikkei 225 Asiya indeksi Yaponiya fond birjasında ticarət olunan 225 şirkətin səhmlərindən formalaşan indeks 0,62% geriləmə ilə ticarət gününü 56.572 bəndində qərarlaşma ilə yekunlaşdırıb. Avropa və Asiya bazarlarında göründüyü kimi itkilər fonunda investorların ehtiyatlı davranması və sənaye nəhənglərinin, məsələn, Dow Jones'un dəyər itirməsi ümumi mənfi dinamikaya yaratsa da, yüksək texnologiya şirkətlərinə olan tələb Nasdaq indeksini artımla qalmağa kömək edib. Kriptovalyuta bazarında isə son göstəricilər belədir. Gəlin tanış olaq, diqqət monitora. Bəli, rəqəmsal aktivlərin qiymətlərində əsasən korreksiya meyilləri müşahidə olunur. Bitcoinin qiymətində biz azalma görürük 0,99%, təxminən 706 dollar və Bitcoin 70.752 dollara enib. Efiriumun qiymətində də azalma var, 18 dollar 24 sentlik azalma 2183 dollar. Binance Coin'un qiymətində 0,30%, təxminən 3 dollar 70 sentlik artım və Binance Coin ticarət gününü 597 dollarla yekunlaşdırıb. Bazarın qısa izahını versək, belə deyə bilərik ki, aparıcı kriptovalyutalar olan Bitcoin və Ethereumda müşahidə olunan kiçik müddətli geriləmə investorların mənfəət götürmə meyilləri ilə izah olunur. Binance Coin isə fərdi ekosistem xəbərləri hesabına artım dinamikasını qoruyub, saxlaya bilib. Bax belə əziz tamaşaçılar, bugünlük iqtisadiyyat xəbərlərindən bu qədər. Sağ olun, salamat qalın.